Bütün bunlar və mən və Aysel, sabahın xeyir, Azərbaycanda olacaq. Mən və Firuz və Sherlock Holmes. Sherlock Holmes, bəli, onun başqa bir versiyası. Belə də deyə bilərik. Biz başlayırıq, hörmətli tamaşaçılar, və bilirsiniz ki, hər dəfə bizim günümüzün əsas bir mövzusu olur. Bəli. Onun ətrafında danışırıq. Digər məsələlərə də təbii ki, 3 saatlıq efirimiz boyunca gedişatda toxunuruq. Biz bugün autizm spektr pozuntusundan danışacağıq. Autizm spektr pozuntusu olan şəxslərdən danışacağıq və bilirik ki, bu fərqli insanlar bizim aramızdadılar və biz də bu fərqliliyin fərqində olmalıyıq. Bugün günümüzün əsas mövzusu da məhz buna görə bu olacaq. Çünki hələ də biz Aysel görürük ki, cəmiyyətdə bununla bağlı müəyyən maarifləndirməyə, müəyyən yox, kifayət qədər maarifləndirməyə ehtiyac var. Çünki hələ də bundan xəbərsiz olanlar var. Bu sindromu, bu spektr pozuntusunu daha doğrusu xəstəlik kimi düşünənlər var, qəbul edənlər var ki, bu doğru deyil. Elə günümüzün sualını da bu istiqamətdə sizə ünvanlamışıq. Fərqli inkişaf edən uşaqların sosiallaşmasında kimin rolu daha önəmlidir? Sualımız belədir. 4 variantımız var. Ailənin, məktəbin, cəmiyyətin, yoxsa aidiyyatı qurumların. 4 variantdan birini seçə bilərsiniz, öz variantınızı yaza bilərsiniz. Ənənəvi olaraq bunu da təkrar edək və ümumiyyətlə aprel ayı autizm spektr pozuntusu maarifləndirmə ayıdır. Yəni, istər kütləvi informasiya vasitələri olsun, televiziya olsun, ümumiyyətlə bu sahə ilə məşğul olan, bu haqda məlumat olan dövlət qurumlarının dəstəyi. Eynən, hər bir kəs çalışır və çalışmalıdır ki, heç olmasa aprel ayı boyunca mütəmadi olaraq maarifləndirsin, bu mövzuya toxunsun, bu mövzuda olan problemləri işıqlandırsın, irəliləyişləri işıqlandırsın, insanlara çatdırsınlar və təbii ki, maarifləndirmənin sayəsində valideynlər daha da bilikli olurlar və cəmiyyət də bilikli olur. Eynən və həmçinin xüsusilə də valideynləri ona görə qeyd edirəm ki, məhz onlar ilk olaraq uşağın gözü açılanda, onun dili açılanda bütün fərqlilikləri, çatışan və çatışmayan nə varsa onlar görürlər. Və təbii ki, onların daha da maariflənməsi, xüsusilə də autizm spektr pozuntusunun daha əvvəldən, erkəndən belə deyək, müəyyənləşməsinin və üzərinə düşülməsinin nəticələnə bilər. Ona görə də mütəmadi olaraq maarifləndirmə lazımdır və ümumiyyətlə bu ayların olması çox gözəldir. Yəni, hər bir gün, belə deyək, istər xəstəlik olsun, istər fərqlilik olsun, bunlara aid xüsusi ayların olması fərqindəlik hissini daha da artırmağa köməklik göstərir və düşünürəm ki, elə biz də ictimai televiziya olaraq, mütəmadi olaraq bu mövzuya toxunmaqla ən azı bura bir öz damla da olsa, öz payımızı verməyə çalışırıq. Faydamızı vermiş oluruq. Bəli, belə ayların, belə günlərin olmağı Ayselin də qeyd elədiyi kimi çox vacibdir ki, həmin gün xüsusilə diqqətli olaq, amma digər günlərdə də biz həmin cəmiyyətdə yaşayan həmin insanları, vətəndaşlarımızı unutmamalıyıq, onlara daim dəstək olmalıyıq. Biz əgər inklüziv cəmiyyətdən bəhs ediriksə, onların cəmiyyətə adaptasiyasından danışırıqsa, bunlar kifayət qədər vacib bir məsələdir. Ümumiyyətlə, autizm spektr pozuntusu haqqında ola bilər ki, hələ də kifayət qədər məlumat olmayan vətəndaşlarımız olsun. Bu, bir növ nevroloji vəziyyətdir, beyinlə əlaqəli bir şeydir. Burada konkret olaraq səbəbi haqqında dəqiq elmi bir məlumat yoxdur, amma genetik faktorların rolunun olduğu daha çox vurğulanır. Əsasən 1 və 3 yaş arası uşaqlarda daha tez, bu yaşlarda bilinir, üzə çıxır. Yəni, buna bir növ xəstəlik kimi baxmaq düzgün deyil, çünki spektr olmağının da səbəbi odur ki, insandan insana dərəcəsi dəyişə bilir və tam müalicəsi olmasa da çox təəssüf ki, Aysel, erkən diaqnozun sən də bayaq qeyd elədiyin kimi müəyyən inkişafa gətirib çıxarda bilir. Logoped, psixoloq və digər mütəxəssislərin dəstəyi və valideynlərin təbii ki, burada həmçinin cəmiyyətin rolunu da biz dana bilmərik. Bəli, xüsusilə də yaxşı vurğuladın. Bu xəstəlik deyil, bu sadəcə olaraq ətraf mühiti, ətrafda baş verən hadisələri fərqli qavrama və fərqli yanaşma, belə deyək, formasıdır. Ona görə də bəzən bizim cəmiyyətdə var elə xüsusiyyətlər insanlar, ictimai nəqliyyatda olsun, ictimai yerlərdə olsun, xüsusilə də autizm spektr pozuntusu olan uşaqları, əgər az-çox məlumatım varsa, sezmək, tanımaq olur. Onların rəftarından, ətrafa olan münasibətindən bunu bilmək olur. Və xüsusilə belə olan hallarda ətrafdakı insanların daha tolerant yanaşmasını mən rica edirəm. Çünki doğrudan da və yaxud barmağınla göstərmək kimi hallar kifayət qədər çoxdur. Yəni, bunları artıq yerdə qoymağın zamanı gəlib. Daha betər hətta nümunələr
Bəli. Bunları geridə qoymağın zamanı gəlib çatıb artıq, çünki ətrafa daha tolerant, daha belə isti yanaşmağımız lazımdır ki, insanlar da bizi elə qəbul eləsinlər hər hansı bizim nöqsanımız, qüsurumuz olanda. Heç birimiz ideal deyilik. Əlbəttə və bu mövzunu təbii ki biz danışacağıq, ətraflı danışacağıq, amma bundan da ətraflı sırada süjetimiz var, orada təbii ki məlumat alacaqsınız. Autizm spektr pozuntusu bütün dünyada olduğu kimi, ölkəmizdə də ən çox diqqət mərkəzində olan mövzulardandır. Bu sahədə tətbiq edilən xüsusi proqramlar və həyata keçirilən layihələr birbaşa autizmli fərdlərin cəmiyyətə daha rahat inteqrasiya olunmasına xidmət edir. Ölkəmizdə hazırda 6800 nəfər autizm sindromlu əlilliyi olan şəxs var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri həyata keçirilir. Onlar koqnitiv nitq, özünəqulluq bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə psixoloq, loqoped, ergoterapiya və digər eyni zamanda yoga terapiyası, dansability kimi xidmətlərlə təmin edilirlər. Autizm sindromlu əlilliyi olan şəxslər üçün ambulator xidmətlərlə yanaşı səyyar, eyni zamanda telereabilitasiya xidmətləri də təşkil edilir. Bundan əlavə, agentlik tərəfindən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan ipoterapiya, yəni atlarla terapiya da təşkil edilir. Görülən işlərin əsas məqsədi autizm spektr pozuntusu olan şəxslərin gündəlik həyatını asanlaşdırmaqdır. Onlara göstərilən sosial xidmətlər və reabilitasiya imkanları bu prosesdə mühüm rol oynayır. 7 regionlarda mərkəzlər açıldı. Sonradan 2018-ci ildə 8-ci regionda mərkəz açıldı. Orada psixopedaqoq, loqoped və idman müalicəsi tətbiq olunur. Psixi sağlamlıq mərkəzdə, reabilitasiya şöbəsində art terapiya, musiqi terapiyası, əmək terapiyası, kino terapiyası və burada 15 yaşda yuxarı uşaqlarla bir yerdə psixoloji yardım göstəririk. Bu şəxslərin hüquqi və sosial müdafiəsi də xüsusi əhəmiyyət daşıyır. Onların dövlət tərəfindən nəzərdə tutulan dəstək mexanizmlərindən yararlanması üçün müvafiq qaydalar və müraciət prosedurları mövcuddur. Təbii ki, cəmiyyətimizdə uşaq hüquqları ən ümumi hüquqlardan biridir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması da xüsusi olaraq rol alır. Autizm sindromlu uşaqlar da təbii ki, bu qrupa daxildir. Onların təhsili, səhiyyəsi, onların sosial xidmətlərlə təmin olunması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu tədbirlər əsasən maarifləndirmə istiqamətində olur. Təbii ki, müraciət edilən vətəndaşlara müraciətlərinə uyğun olaraq da məsələlər araşdırılır. Bu vaxta qədər müalicə almayıb, hansısa bir çətinlik ucbatından valideyn onu xidmətə yönləndirə bilməyib, ümumiyyətlə belə bir xidmətin olmasından valideyn məlumatlı deyil. Biz çalışırıq ki, vətəndaşın müraciətinə uyğun olaraq ailəni o xidmətə yönləndirək. Təbii ki, ödənişsiz şəkildə bu xidmətdən yararlanmalarını təmin etməyə çalışırıq. Məsələ yalnız sosial və tibbi dəstəklə bitmir. Cəmiyyətin bu şəxslərə yanaşması, onları olduğu kimi qəbul etməsi də böyük əhəmiyyət kəsb edir. Ünsiyyət zamanlı anlayışlı olmaq, stigmatlaşdırıcı ifadələrdən uzaq durmaq və bunu sadəcə fərqli bir inkişaf forması kimi qəbul etmək vacibdir. Autizm spektr pozuntusu 3 növ olunur. Uşaq autizmi, Kanner sindromu, Asperger sindromu, bir də ki, atipik autizm. Uşaq autizmdə önəmli yanaşma multidisiplinar yanaşmadır. Psixopedaqoq, loqoped, bir də ki, idman müalicəsi və ən başlıqda da uşaq psixiatrı. Təbii ki, valideyn, ailə dəstəyi çox vacibdir. Dərman müalicəsi isə simptomatikdir yalnız. Orada uşaqlarda davranış pozuntusu, stereotipik hərəkətlər, göz kontaktından qaçma, diqqətsizlik olanda onda biz simptomatik müalicələr tətbiq edirik. Autizm spektr pozuntusu olan şəxslərin əlillik dərəcəsi müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir. Bu zaman şəxsin inkişaf xüsusiyyətləri, gündəlik həyat fəaliyyəti və sosial adaptasiya imkanları nəzərə alınır. Autizm sindromlu şəxslərə əlilliyin qiymətləndirilməsi prosesi bu cür həyata keçirilir. Autizm sindromlu şəxslər ilk növbədə yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsinin həkim məsləhət komissiyası tərəfindən əsas diaqnoz və ağırlaşmalara dair forma 88 və yaxud da başqa sözlə göndəriş tərtib edilir. Həmin göndərişdə şəxsin diaqnoz və ağırlaşmalarını təsdiq edən instrumental diaqnostik müayinələrin nəticəsi, eyni zamanda ixtisaslaşmış həkim rəyi də göstərilməklə
forma 88 tərtib edilib əlillik alt sisteminə ötürülür və vətəndaş ekspert ünsiyyəti olmadan yalnız həmin forma 88-də qeyd edilən tibbi məlumatlar əsasında vətəndaşın əlilliyi ilə bağlı müvafiq qərar verilir. Əlillik təyin edilərkən də proaktiv qaydada vətəndaşa sosial ödənişlər təyin edilir. Mütəxəssislər bildirir ki, autizmli fərdlərlə ünsiyyət zamanı sadə, aydın və sakit üslubdan istifadə edilməlidir. Hər bir şəxsə fərdi yanaşmaq isə əsas prinsiplərdəndir. Bu prosesdə ailələrin rolu əvəzsizdir. Valideynlərə göstərilən dəstək və müvafiq sosial proqramlar həm uşaqların, həm də ailələrin həyat keyfiyyətini artırır. Unutmayaq ki, autizm spektr pozuntusu bir xəstəlik deyil, fərqli bir inkişaf formasıdır. Bu fərqliliyi anlamaq və qəbul etmək isə daha inklüziv bir cəmiyyətin təməlidir.